3-cü siniflərdə də 4 nəfər şagirdimiz lisey pilləsində qərarlaşıb. Onları da tanıyaq. Şirvandan Abbaslı Yağmur Cavid qızı 47 balla lisey pilləsində qərarlaşıb. Təbrik edirik şagirdimizi. Davam edirik. Görək hansı şagirdlərimizdir. Şamaxıdan Mirzəlizadə Ayşə Elvin qızı 48 balla lisey pilləsində qərarlaşıb. Əhsən şagirdimizə. Sabirabaddan Əmənova Yaxşı xanım Kamran qızı 48 balla o da lisey pilləsində qərarlaşıb. Afərin şagirdimizə və yenə bir şagirdimiz qalıb. Görək neçə bal toplayıb. Şirvandan 3-cü sinif şagirdi İskəndərli Əbəlfəz Xəyaloğlu 49 balla lisey pilləsində qərarlaşıb. Təbrik edirik şagirdlərimizin hər birini.